mən onun tərəfindəyəm ki, onun tərəfdarıyam ki, bütün Azərbaycan xalqı maariflənsin. Kitabxanaya getməsə belə elektron kitablar oxusun, TikToka girməsin, elmi dərgilərlə maraqlansın. Və çoxdandır beynimdə bu şey formalaşır. Yəni, məni tanıyanlar bilir, mən indi orada internetdən oxuyub danışan insan deyiləm. Bu qoca kafamda çoxdan var. Məsələn, 45-ci ildə Amerikanlar Almaniyanın Dresden şəhərini bombalayıblar. Almaniyanın Dresden şəhəri gotik üslubda, barokka üslubunda tikilmiş zəngin binalarla Dresden şəhərin hətta o vaxtın açıq hava altında muzeydə adlandırırdılar. Burada çox arxitektur binalar var idi və Bakının mərkəzində az miqdarda da olsa arxitektur binalar görmüşsünüzsə, bilirsinizsə onların üstü kazarma şəklində düz deyil də. Orada hər hansısa bir gotik üslub filan çıxıntılı və yaxud da ki, hər hansı bir heykəllərlə bəzədilib. Elmi tədqiqatlar indi yox. Yəni, mən bunları çoxdandır bilirəm. Çoxdandır təcrübi olaraq sübut eləyib ki, ətraf mühit, hətta geyindiyi paltar insanın beyninə, şuuruna təsir edir. Və ateşkəs elan olunmağına baxmayaraq Amerikanların Dresden şəhərini bombalamağı indi Almaniyada gördüyünüz arxitektur binaların YouTube'a çəkib atırlar. Çoxsu onun dublikatıdır. Orijinal demək olar ki, qalmayıb. Bu adını çəkməyəcəm kimlərin siyasəti idi. Savadlı adamlar məndən yaxşı da bilir. Bu o siyasət idi ki, həmən o arxitektur üslubda tikilən binalar dağılsın və Alman xalqı yenidən zənginləşə bilməsin. Yəni, insan başqa canlılar kimi olduğu mühitə uyğunlaşır və bu nə qədər kitab, dəftər, arxitektur binalar, Rəşid Behbutov görürsə, bulaq verilişində Səməndər Rızayevə qulaq asırsa, radio oçerklərdə Yaşar Nuriyevə qulaq asırsa, o qədər zəngin mənəviyyatlı olur və digərləri də mimikriya, insanlar bir-birlərini başqa canlılar kimi təkrarladığı üçün başqası da çalışır ki, elə səliqəli, savadlı, mədəni, etik olsun. Bu qədər bütün Azərbaycan xalqına savad, bilgi, etika, mədəniyyətdən kənar düşməməyi arzulayıram. Bu qədər.